Salam əziz dostlar, bu günləri trend məsələlərdən biri olan Binance Alpha məsələsini sizinlə müzakirə edəcəm. Hansı ki, hal-hazırda həqiqətən də trenddədir və çox insanlar burada başlayırlar point toplamağa ki, gələcək airdroplara qoşulsunlar. Hətta mən deyərdim ki, mən daha öncə Linea airdropunda illərlə Linea blockchainində kastığım belə deyək də airdropdan normal bir şey əldə eləmədim, amma kimlərsə burada Binance Alpha-da yəni 15 gün ərzində elədiyi tradingdən əldə etdiyi pointlərlə Lineadan normal airdrop almışdı. Nəinki Lineadan bir çox belə deyək də airdroplardan sentyabrın axırı bir dənə ajotaj oldu və bir çox airdroplardan yəni kimləsə 250, 300, 200 dollara yaxın belə deyək də yatırımlar götürə bildi, gəlirlər götürə bildi. Burada məsələ nədir? Məsələyə baxaq. İlk növbədə Binance Alpha məhsulundan istifadə etmək üçün siz Binance birjasında qeydiyyat keçməlisiniz. Binance birjasında qeydiyyat keçmək üçün isə mən hazır baxın 20% endirimli linki təqdim edilən videonun altında, hansını ki götürüb oradan qeydiyyat keçə bilərsiniz və təbii ki bütün tradinglərinizə ömrü boyu bütün nə vaxtacanda trade edəcəksiniz, hamısında 20% cashback əldə edə bilərsiniz. Bu öz yerində. Binance Alpha-dan istifadə etmək üçün ilk növbədə siz wallet açmalısınız özünüzə. Bunu açmaq elə də çətin deyil. Siz zaten bura keçdikdən sonra Binance birjası sizi addım-addım izah eləyəcək, nəyi harda belə deyək də tıklamaq lazımdır. Və təbii ki, siz özünüzə burada cüzdan yarada bilərsiniz. Sadəcə olaraq siz Web3 cüzdan yaradacaqsınız və bu Binance birjasının içində olan wallet bölümündə olacaq. 12 söz sizə burada verilmir, çünki Binance birjasının serverlərində qalır. Ta ki, özünüz haçansı istəsəniz 12 sözü götürə bilərsiniz, amma məsələ görməm eləmək. Çünki 12 sözü siz artıq buradan götürsəz, pointlər sayılmayacaq trade edəndə. Ona görə də 12 sözü götürməməyi məsləhət görürəm və qoy qalsın elə burada. Sadəcə olaraq girib Google hesabınıza və yaxud screenshot formasında da backup eləməyinizi məsləhət görürəm. Hansı ki, həmçində burada o məlumatlar var. Yəni, zaten sizə bunlar hamısı çıxacaq. Ondan sonra isə, yəni məcbur deyil ki, balans imini burada olsun. Yəni, mən sadəcə olaraq özüm burada qoymuşam. Qısa zamanda Binance birjasına qaytaracağım balansı. Məcbur deyil ki, balans imini burada olsun. Sadəcə olaraq məsələ nədir? Məsələ odur ki, bu cüzdanda siz burada da trade eləyib pointləri yığa bilərsiniz. Baxın, görürsünüz, burada bütün lazım olan tokenlər var, hansılar ki point imkanları verir. Amma nəyə diqqət yetirməlisiniz ilk növbədə? Hal-hazırda gəlin baxaq, baxın alfa bölümünə girirəm. Pointlərə baxmaq üçün yer məhz buradadır. Görürsünüz 227 pointim var mənim və 15 gün ərzində görürsünüz 15, 15, 15, bəzən 16 olub, burada vaxt olub. Biraz çox trade eləmişəm. Və hal-hazırda görürsünüz bugünkü trade 9800 dolları aborot eləmək lazımdır. Burada əslində 9800 dollar aborot yoxdur əslində. Sadəcə olaraq mən 4x belə deyək də 4x verən tokenlər üzrə alqı-satqı eləyirəm. Məsələn, bu görürsüz baxın qabağında yazıb 4x, yəqin ki görünür və qabağında alfa yazısı olan tokenlər məhz belə deyək də aborotda sizə həcm verir. 4x yazılanlar isə 4 qat həcm verir. Məsəl üçün mən bu token üzrə tutaq ki 500 dollarlıq nəsə aldım və satdımsa, bu avtomatik 500 vur 4, yəni 2000 dollarlıq aborot sayılacaq. Demək ki, mən burada bu həmin məsələni yığmaq üçün 9800 dollar aborotu yığmaq üçün hardasa 2200-2300 dollara yaxın USDT ilə trade eləmişəm. Yəni məcbur deyil ki, mən balansım o qədər olsun. Mən adətən 250 dollarlıqlarla eləyirəm. Yəni 250 dollarlıq alıram, satıram, sonra yəni 250 dollarlıq alıram və 250-ni də 4-ə vuranda bu 1000 dollara yaxın aborot eləyir. Və beləliklə mən aborotu artırıram bu qayda ilə. Yəni bu mənim öz taktikamdır və burada təbii ki siz komissiyalarda itki əldə edəcəksiniz. Hardasa hər günə, yəni məndəki qədər kasmaq üçün hər günə təxmini 2 dollar, 3 dollara yaxın itki əldə edəcəksiniz və siz son 15 gün ərzində normal qaydada, yəni baxın 227-dir. Əgər mən hər gün 15-15 əldə eləsəydim 225 olacaqdı və hal-hazırda gəlin baxaq airdropların vəziyyətinə. Görürsünüz, hal-hazırda məsəl üçün Claw airdrop oldu, hansı ki 200 pointlə həqiqətən də verdi. 200 point olanlar götürə bilərdi. Mən çox heyif ki, belə deyək də, yatıb qalmışam deyək və bu airdropu əldən verdim, götürə bilmədim. 320 Claw verib. 320 Claw hal-hazırda görə neçə dollardır? 320 Claw 40 centdir hal-hazırda. 100 dənəsi 40 dollar eləyirsə, 300 dənəsi də 120, haçsa 130 dollara yaxın airdrop verib, 120 dollar deyə, 120 dollara yaxın airdrop verib, 15 günü 3 dollardan hesablasaq 45 dollar eləyir, 120 dollardan 45 dollar isə hardasa 80 dollar profit tutmaq olardı. Həqiqətən də bu airdrop vasitəsilə, amma daha çox tutanlar olur. Yəni inanın ki, daha öncə verilən airdroplar ki var, harada ki daha aşağılarda bitmiş airdroplar.
Onlar üzrə həqiqətən də çox yaxşı gəlir əldə edənlər var, yaxşı imkan əldə edənlər var. Baxın, hal-hazırda Enso airdropu ongoingdir, yəni keçir. Enso airdropu cəmi 10 Enso verdiyinə görə çox adam bunu götürmür, həm də yüksəkdir, 245 point hal-hazırda heç məndə yoxdur. Yəni bunu yığmaq üçün dəhşətli dərəcədə aborot lazımdır. Və 10 Ensonu götürmək heç sərf də eləmir açığı. Ona görə də bu dropu mən buraxacağam. Növbəti droplar gözləyəcəm. Və first come first served var, yəni FCFS var burada, yəni birinci gələn birinci götürər söhbət var. 225 pointdən artıq götürmək olar 10 Ensonu, amma yenə də mən bunu götürməyəcəm. Çünki gəlsək bura baxsaq Ensonun qiymətinə, bu eləyir yəni 3.20-də hal-hazırda Ensonun qiyməti. Mən isə alfaya qaydanda baxıram ki, yəni 3.20-dirsə 10 dənə bu 32 dollar edir. Bu təbii ki sərf eləmir. Yəni bu artıq sərfəli bir drop deyil. Ona görə də fikir verirsinizmə, yəni hələ də görürsüz bitməyib. Görürsüz hələ ki götürülmək bitməyib. Çünki heç kim götürmür, heç kim pointini xərcləmək istəmir. Çünki pointini xərclədin, sonra təzədən yenə də point yığasan. Yəni bir airdrop hal-hazırda məsəl üçün əgər mən bu airdrop götürsəm 15 pointim itəcək və mənim pointim avtomatik düşəcək 210-a kimi və mən avtomatik yenə də başlamalıyam point yığmağa. Ona görə də ən yaxşı halları gözləyirik, ən yaxşı vəziyyəti gözləyirik ki, yaxşı drop əldə edə bilək. Yaxşı dropa xərcləyək bunu. Digər məsələlərə baxaq burada. Mən wallet bölümündə trade eləmirəm. Normal qaydada exchange-ə girsək biz əgər, zaten trade eləyəcəyimiz tokenin adını biləndən sonra biz market bölümünə girib, baxın burada alfa seçib, elə Binance birjasının içində birbaşa trade eləyə bilərik, cüzdana getmədən. Baxın, görürsünüz burada Claw tokeni var. Mən Claw tokeni üzrə hal-hazırda əgər trade eləsəm, bu 4x verir. Həqiqətən də 4x point verir. Və mən artıq bugünkü aborotu belə deyək də vurduğuma görə, belə deyək, planı doldurduğuma görə bunu etmirəm. Yəni hal-hazırda trade etməyə mənə ehtiyac yoxdur, amma belə trade basıb məsəl üçün burada USDC qarşılığında məsəl üçün başlaya bilərəm trade eləməyə. Yəni çox asandır ki, əvvəl 500 dollarlıq trade eləyəm. Baxın, sadəcə olaraq təsdiq edirəm və artıq mən belə deyək də alış orderi qoydum burada. Təbii ki instant alış baş verdi, yəni anında alış. Sonra isə geriyə qaytarıb satıram ki, yəni mən bunu hold eləmək istəmirəm. Mən sadəcə olaraq belə deyək də bir növ bunu eləyirəm ki, həcm qalxsın məndə. Binance Alpha-da həcm qalxsın. Gəlin indi baxın. Bunu etdikdən sonra biz həcmimizin harda olduğuna baxmaq üçün wallet bölümünə gedirik, Alpha-ya giririk və burada gəlsək aşağıda baxın 9822 oldu. Daha öncəki pointləri siz zaten görmüşdünüz. Baxın görürsüz. Burada closer'ə mən daha öncə də trade eləmişəm o heç öz yerində. Amma burada 105 dolları da aldım, satdım və burada 22 dollar zat əlavə olundu. Görürsüz, hətta yəni özünüz videoyu pauza verib baxa bilərsiniz uşaqlar. Burada həmçinin də referral bölümü də var, əsas vacib məsələlərdən bölü. Bu kodu da mən videonun altında qoyacağam. Bu kodu yazdıqda siz belə deyək də endirim əldə edirsiniz. Yəni baxın, enter referral code to get 10% of trading fees. Yəni deyir ki, əgər bura girib, baxın, bura girib mən aşağıda yapışdırdığım kodu, yəni alfa kodu bura daxil etsəz, siz 10% endirim əldə edəcəksiniz. Bütün trading feelərdə 10%, yəni wallet bölməsinin içindəki trading feelərdə 10% endirim əldə edə biləcəksiniz, hansı ki, yenə də sərfəlidir, niyə də olmasın. Başqa burada belə qeyri-adi bir şey yoxdur. Sadəcə olaraq, yəni token seçəndə baxın ki, qabağında bu alfa olsun, X4 olsun və çalışın ki, stabil qalan coinlərlə trade eləyin ki, çünki anında qalxıb düşən coinlər sizə qazanc da qazandıra bilər, amma etki də verə bilər. Mən məsəl üçün AUP tokeni üzərindən eləyirəm hal-hazırda. Bu token belə də, yəni qısa müddətli, yəni 1 dəqiqəlik time frame-də daha stabildir. Yəni belə deyək də tez-tez alıb satmaq olur və aborotu belə deyək də bir növ həcmi qaldırmaq olur uşaqlar. Və başqa burada belə qəribə bir şey inanmıram ki, qala. Yəni yenə də deyirəm, bura balans salmağınıza ehtiyac yoxdur. Sala bilərsiniz belə 10 dollar zat ata bilərsiniz. Burada receive düyməsini vurub, məsəl üçün transfer from Binance Exchange vurub öz Binance balansınızda olanlardan, yəni məsəl üçün USDC ilə və yaxud BNB nəyiniz varsa bura ata bilərsiniz. Təbii ki, nəzərə saxlayın ki, burada trade eləsəz balansda BNB də qoymalısınız mütləq. Ona görə də orada trade eləməyiniz məcbur deyil. Gəlib sadəcə olaraq elə Binance-in içində alfa bölümünə girərək burada al-sat eləyə bilərsiniz. Instant eləyirəm mən həmişə. Çünki yenə də deyirəm, trade eləyə bilərsiniz. Yəni ümid eləyib trade eləyə bilərsiniz ki, hə, indi alın 5 dəqiqə sonra qiymət qalxsın, amma qiymət düşə də bilir. Yəni itkilər də verə bilərsiniz. Ona görə də instant, yəni satdın, belə deyək, aldın və anında da satdın. Aldın, satdın və beləliklə həcmi qaldırdın. Hal-hazırda gəlin baxaq görə pointlər nəyə görə verilir və ona əsasən də bilək ki, nədir. Siz az pointdə yığa bilərsiniz. Məcbur deyil ki, ümumi gələsiniz və orada belə deyək, küllü miqdarda point yığasınız. Burada məsəl üçün bir dənə səhifəni eləyək. Bura
daxil olaq. Baxın, hal-hazırda məndə 227 point var. Nəyə görə point verilir? Balans pointləri var. Bu nə deməkdir? Əgər sənin balansın 100 dollardan 1000 dollar aralığındaca bu 1 point sənə hər gün gəlir. Yəni trade elədin də, etmədin də, əgər sənin balansında bu balans varsa, bu gəlir. 1000 dollardan 10.000 dollarcan balansı olanlara hər gün 2 point gəlir. Trade elədi və yaxud etmədi sadəcə olaraq Binance-də və yaxud Binance Wallet-də fərqi yoxdur, harda olsun balans və ya təbii ki, daha yüksək balanslar da burada görürsünüz var, 100.000 dollara kimi var. Və digəri isə Rule of Volume Point. Volume Point də isə bu nə deyir? Siz əgər məsəl üçün 4 dollarlıq nəsə alıb satsanız, bu 2 point əlavə deməkdir. 8 dollarlıq nəsə alsanız, yəni üstəlik 1 point, 3 point və 512 dollaradan 9 point. Artıq 1024-də 10 point, 2048-də 11 point və belə-belə də 2-yə vurduqda. 2-yə qatlanacaqda 1 point artıra gedirsiniz. Yəni baxın, yəni düstur budur. Çətin bir şey yoxdur. Riyaziyyatı əgər azca da bilsəz, yəni siklda riyaziyyat bilsəz, biləcəksiniz ki, burada söhbət nədən gedir. Başqa heç yoxdur. Başqa heç bir burada qeyri-adi bir şey yoxdur. Baxın, indi mən bu günləri görürsünüz, bugünkü həcmi doldurmuşam və görürsünüz, ayın 29-u bu məndən silinəcək bu gün. Mən əgər bu gün point yığmasam, məndə avtomatik 15 point azalacaq. Ona görə də məsəl üçün ayın 29-u bu artıq 15-ci gün bitir. Yəni bu keçəcək 16-cı günə. Yəni gün dəyişir. Biz son 15 günü hesablayır bu. Son 15 gündə elədiyin trade əsasən hesablayır. Bu silinəcək və yerinə təzə axı eləmişəm. Eləməsəydim az point. Məsəl üçün 512 dollarlıq trade eləsəydim 9 point gələcəkdi. Artıq 15 point gəlməyəcəkdi. Ona görə də bu məqama da diqqət yetirməyimiz lazımdır. Digər burada var computationlar zatlar. Burada hətta ön satışlara da girmək olur. Ön satışlara da artıq giriş bir növ belə deyək də həmin bu alfa pointlər vasitəsilədir. Əgər sənin alfa pointin yoxdursa, sən ön satışlara çox da elə girişə bilmirsən. Binance biraz orada bilməm hansı məsələlərə əl gəzdirib. Ümumiyyətlə məhsullar çox olduğuna görə hamısı haqqında məlumat haqqında bir videoya sıxışdırmaq olmur. Yəni görürsünüz bir dənə alfa nə olan şeydir ki, artıq 12-ci dəqiqədəki video gedir və hələ də biz bəzi məqamlara hələ ki tam toxuna bilməmişik. Burada komissiyalar 0,1%-dir, yəni alış-satış komissiyası 0,1%-dir. Yəni siz alanda və satanda 0,1% komissiya itirirsiniz, bunu mütləq şəkildə yadda saxlayın. Hansısa baxın belə coinlərdə eləməyin, bunlar point vermir. Bax bu Serap görürsünüz, qabağında heç nə yoxdur, point vermir. Çalışın qabağında X4 olanlarla eləyin ki, yəni 100 dollar 400 dollar kimi sayırsın. Yəni 4 qat sayırsın. Sizin elədiyiniz belə deyək, həcm 4 qatına vurulsun. Baxın belə uşaqlar, video xoşunuza gəldisə like eləyin mütləq şəkildə. Fikirlərinizi də videonun altında komment bölümündə yazın ki, görək sizlər nə fikirləşirsiniz. Bu qədər dostlar, sağ olun, gələn görüşlərdək.